Canım. Yusuf müəllim, siz necə? Məsələn, düzdür. O bayaq ağa bir gözəl söz dedi ki, biz həmişə torpaqla məşğul olmuşuq. Yəni indi qardaşım o işlərlə məşğuldur, həkim biçinən. Məsələn, mən Yusuf Mustafayev olaraq kəndimdə, doğulduğum kəndimdə, ata həyitimdə bir dənə yüngülvari bir ambar tikdim. Məsələn, mənim bağlarım, kənarım, tərlarım gedirlər, yaxşı torpaq sahələrimiz var, taxıl əkirlər. Məsələn, nə olar indi Yusuf Mustafayevin oğludur? Nə olar göydən düşməyib ki, o da bir zəhmət çəkməlidir. Bir özdən birisi noxud əkir, birisi taxılı, arpa əkir, buğda əkir, kənan, tərlan, bu da qardaşlar, nə olar tərlanmışlar? Bəli, nə qarırlar? Məsələn, yayda əkin, biçin olur, yığırlar onu ambara. Həm də üstə gəl, mən bağlarımı təsərrüfata, kəndə, o atamın, anamın, o bizi böyütdüyü, o ev eşiyi ki var, onlara bağlamışam. 2 gündən bir növbəylə gedirlər. Kənan gedir, bir gün 2 gün qalır, tərlan gedir, 2 gün qalır, belə növbəyə salırlar. Yəni həm də torpağa, təsərrüfata, zəhmətə alışsınlar. Bakıda deməsinlər ki, mənim hər şey yox. O bilir ki, orada palçığın içində əziyyətlə o arpanı, buğdanı əkir, biçir. Yusuf müəllim, hansısa bir biznesə pul ayırıb da peşman olmuşsunuz nə vaxtsa? O vaxtı da, o vaxt cavan vaxtlarımda mən o Tərlan Şallıyev 9-cu mikrayanda onu ərsə gətirdim. Onda Allah yaxşıların canını sağ eləsin. Məni həvəsləndilər. O vaxt dəbdə idikdə belə cavan vaxtımızda filan müğənninin obyekti var, filan müğənni belə bir adı var. Onda mən də onu ərsə gətirdim, amma bir 5-6 il işlətdim, gördüm yox. O çoxu bu dəqiqə çox pula vara dövlətə qaçır. İnsanlar, mən bu 70 yaşlı ağ saçımla sizə deyirəm, çoxun dalıcan qaçmır, çoxun çox dərdi var. Mən 2001-də o şadlıq evindən uzaqlaşdım, qayıtdım bu sənətimə, o bayaq Mənzurə xanım dedi, qurban olun bu sənətə. Bu sənətdə olan bərəkət heç yanda yox. Siz nə qədər pul itirdiniz o sənət? Mən heç zor itirmədim, şükür Allaha. Heç zor itirmədim. Sadəcə olaraq mən oyundan çıxdım. Biz böyük ailəyik. Biz 10 bacı qardaşıq. Hə, hamısına böyük mənəm. Və ondan qazandığım o 5 manat pul qalmış ki, hamısı bildim, bacı qardaşım bu dəqiqə, hamısının özünün evi var. Qapısını açır, çıxır. Nə kiraya qalmır, nə bir şey qalmırlar. Mənim uduşum oldu. Allah can sağlığı versin.